Salam, hər birinizi xoş gördük. Əziz müəllimlər və abituriyentlər, sizin ekranda gördüyünüz suallar güvən hazırlıq kurslarının təşkil elədiyi blok imtahanının suallarıdır. Suallar 11-ci siniflər və 4-cü qruplar üçün nəzərdə tutulub. Suallara isə aydınlıq vermək istəyirəm mən, Şəlalə İbrahimova. Gəlin suallara birlikdə baxaq. Suallar çox maraqlı tərtib olunub. Hər birinin elmi əsası var. Onu da nəzərə çatdıraq ki, ən savadlı və ən gözəl suallar elmi əsası olan suallardır. Gəlin başlayaq. Biologiyadan birinci sualla tanış oluruq. Meyoz bölünməyə aiddir. Meyoz bölünmə haqqında bildiklərimizi xatırlayaq. Meyoz bölünmə cinsiyyət hüceyrələrinin yaranması zamanı baş verir. Meyoz bölünmədən yaranan hüceyrələr qısa ömürlü olur və orqanizm müəyyən bir müddətdə meyoz bölünməyə məruz qalan hüceyrələr yaradır. Meyoz bölünmədən yaranan hüceyrələr təkrar meyoz bölünməyə məruz qalmır. İndi isə meyoz haqqında biliklərimizi təkmilləşdirdik. Suala baxaq. Ontogenezin sonuna qədər meyoz bölünmə davam edir fikri doğru deyil. Həyatının müəyyən bir mərhələsində cinsiyyət hüceyrəsi yaratdığı zaman meyoz bölünmə baş verəcək. Yaranan hüceyrələr adətən uzun ömürlü olur. Doğru fikir deyil. Qametlərin ömrü qısa müddətlidir. Böyümə və inkişafı təmin edir. Xeyr, böyümə və inkişafı təmin etmir. İrsi müxtəliflik yaradır. Meyozda profaza 1 mərhələsində konjugasiya getdiyinə görə genlər arasında, xromosomlar arasında gen mübadiləsi gedir və bu irsi müxtəlifliyə səbəb ola bilər. Əmələ gələn hüceyrələr yenə bu bölünmə üsulu ilə çoxala bilir. Vurğuladıq ki, hər bir hüceyrə həyatında yalnız bir dəfə meyoz keçirə bilər. Eyler-Venn diaqramına əsasən müəyyən edin. Energetik mübadilənin ikinci mərhələsi qeyd edirik. Glikoliz mərhələsidir. Energetik mübadilənin üçüncü mərhələsi isə oksigenli mərhələdir. Birinci mərhələsi isə hamının bildiyi kimi hazırlıq mərhələsidir. Eyler-Venn diaqramına uyğun mən cədvəli doldura bilərəm. İstilik enerjisi əmələ gəlir. Hər iki prosesdə, hətta hazırlıq mərhələsində belə istilik enerjisi əmələ gələ bilər. Eukariot orqanizmlərin hüceyrəsində mitoxondri də baş verir. Baxın, mitoxondri sözü bizə oksigenli mərhələnin olduğunu vurğuluyur. Çünki oksigenli mərhələdə daha çox ATF əmələ gəlirdi və iki membranlı membran quruluşunun daxilində getməsi şərt idi. Potensiallar fərqi yaranmaq üçün orada membran quruluşu olan orqanoiddə idi. Bu da mitoxondrinin daxilində. Oksigensiz mühitdə yaşayan canlılar glikolizə məruz qalar. Yəni glikolizlə enerji əldə edərlər. Piroüzüm turşusu əmələ gələr. Bu piroüzüm deyəndə süd turşusunu nəzərdə tutur. Süd turşusu da glikoliz mərhələdən əmələ gəlir. ATF sintez olunur. Həm glikolizdə, həm oksigenli mərhələdə ATF sintez oluna bilər. Karbon qazı əmələ gəlir. Bu da oksigenli mərhələnin sonunda karbon qazı əmələ gəlirdi. Yad xatırlayaq ki, glikolizdə karbon qazı əmələ gəlmir. Gəlin baxaq. Mən X-a 3-4 aid elədim. Z-ə aid elədim 1 ilə 5-i. Y-ə isə 2 ilə 4. Y bəndi uyğundur. Adeninlə başlayıb timinlə bitən kod tripletlərinin sayı neçədir? Sadə sualdır. Gəlin daha aydın başa düşmək üçün belə izah verək. Bu hissədə yer var. Deməli, 64 zülalın kodlaşmasında 64 kod tripletləri var. Və bizim 4 nukleotidimiz var. Adenin, guanin, sitozin, timin. Və hər birini bərabər hissələrə bölsəm, adeninin payına 16 düşər, guaninə də 16, sitozinə də və uyğun olaraq timinə də 16 düşər. Lakin bizdən adeninlə başlayan kod tripleti istəmir. Şərti daha da artırır, adeninlə başlayıb timinlə bitən. İndi isə adenin üzərində, bu 16 üzərində işimizi quraq. Demək, bu kod tripletləri adeninlə başlayıb adeninlə də bitə bilər, adeninlə başlayıb timinlə də bitə bilər, adeninlə başlayıb sitozinlə, adeninlə başlayıb guaninlə də bitə bilər. Mən 16-nı 4 bərabər yerə bölsəm, hər birinə 4 düşəcək. Deməli, adeninlə başlayan, timinlə bitən kod triplet istəyirəmsə, cavab 4. Çiçəyində tozcuq girəcəyi, çiçəkdə tozcuq girəcəyini harda müşahidə edə bilərik? Dişiciyin ağızcığında tozcuq girəcəyi müşahidə edə bilərikmi? Dişiciyin ağızcığına tozcuq dənəsi düşə bilər, amma tozcuq girəcəyi yox.
Tozcuq girəcəyini xatırladaq ki, rüşeym kisəsinə, yumurtacığın daxilinə girdiyi hissədir tozcuq girəcəyi. Tozcuq borusunun ortasında yerləşir fikri də razı deyilik. Dişiciyin yumurtacığında olur. Bəli, dişiciyin yumurtacığından rüşeym kisəsinə keçmək istədiyi ərazidə olur. Yetkin tozcuq dənəsinin üzərində yerləşir. Ümumiyyətlə tozcuq girəcəyi və tozcuq girəcəyi eyni zamanda rüşeym kisəsi, bu fikirlər tozcuqla əlaqəli deyil. Ona görə tozcuq dənəsinin üzərində yerləşir, erkəkciyin tozluğunda yerləşir fikri doğru deyil. Növbəti suala keçək. Baxaq, burada bizim üçün belə bir sxem çəkilib. Gəlin baxaq. Ribosomları və DNT-si var. Birincidə bəli, bunun ribosomları var, eyni zamanda DNT-si var. Və struktur komponenti tilakoidlərdən ibarətdir deyir. Ribosomu var, DNT-si var və tilakoidləri varsa, mən bura nə yazım? Tilakoidlər sözündən yola çıxaraq xloroplast sözünü əlavə eləyə bilərəm. Sonra deyir ki, ribosomu da var, DNT-si də var, bəli, amma tilakoidləri yoxdur. Demək, ribosomu da var, DNT-si də varsa, tilakoidləri yoxdursa, bura mitoxondri sözünü əlavə eləyərəm. İkinciyə baxaq, nə ribosomu, nə DNT-si yoxdur, deyir, xeyr, yoxdur. Lakin bir membranlı struktura malikdir və bəli deyir. Deməli, nə ribosomu olsun, nə DNT-si olsun, bir membranlı struktur olsun. Deməli, bir membranlı struktur olsun, biz burada nə seçə bilərik? Bir membranlı strukturlara mən lizosom da seçə bilərəm, endoplazmatik şəbəkə də seçə bilərəm, bir membranlı da. Amma ikincidə isə bir membranlıya müxtəlif seçərəm də, yəni lizosom da seçərəm, endoplazmatik şəbəkə də seçərəm, hətta Holgi də seçərəm. Deyir ki, ikincidə isə xeyr deyir, yəni membran quruluşu olmasın, ümumiyyətlə bir membranı olmasın. Burada isə hüceyrə mərkəzi seçərəm. Ribosomları varsa, ribosom seçə bilmirəm. Yəni, bunun içərisində ribosomları da var, xeyr deyil. Baxaq, mən birinciyə xloroplast, ikinciyə mitoxondri, üçündə lizosom, endoplazmatik şəbəkə, Holgi seçmişəm. Baxaq, Y bəndində xloroplast, mitoxondri, lizosom və hətta hüceyrə mərkəzi verilən bir bənd var. Maraqlı sxem idi. Beləliklə, 6-cı suala keçirik. Öz-özünə tozlanan diploid bitkidə 10 ədəd toxum əmələ gəlib. Diploid bitkidirsə 2N xromosom sayına malikdir. Mayalanmada bilavasitə iştirak edən hüceyrələrin xromosom dəstlərinin cəmini hesablayın. Diploid bitki üçün nəzərdə tuturuq. 10 toxumunda altından xətt çəkirik. Gəlin bir toxum üçün hesablayaq, sonra 10 toxuma tətbiq eləyə bilərik. Mayalanmada iştirak edir yumurta hüceyrə və sperm. Və yumurta hüceyrənin xromosom sayı N-dir, spermin də xromosom sayı N-dir. Sonra mərkəzi hüceyrə və sperm. Mərkəzi hüceyrənin xromosom sayı 2N, spermdə də N. Beləliklə, mayalanmada iştirak edən hüceyrələrin xromosom sayı N 5N oldu. Bu bir toxum üçündür. Əgər mən bunu 10 toxum üçün istəyirəmsə, əlbəttə 50N cavabını götürməliyəm. Bir balaca sualı düzgün oxumaq üçün yuxarıdan bir balaca təmizlik işlərini həyata keçirək və davam eləyək. Cədvələ əsasən səhv fikri müəyyən eləyin deyir. Meyozun ikinci mərhələsindən əvvəl biz bilirik ki, meyoz 2 mərhələdə baş verir. Meyoz 1 və meyoz 2 mərhələsində baş verir. Baxaq görək. Yəni, ikinci mərhələyə hələ getməyib hüceyrə, meyoz 2-yə girməyib. Bundan əvvəl DNT ikiləşirmi? Meyoz 1 və meyoz 2 arasında, deməli, interfaza baş versə də, DNT ikiləşmir. Burada isə bunu doğru fikir kimi verib. Deməli, bir səhvdir. Meyoz birinci bölünmədən əvvəl 4 hüceyrə yaranır. Səhv fikirdir. Meyoz 1 bölünmədən sonra, deməli, yanlış olduğunu da özü vurğuluyur. 2 hüceyrə yaranır, sonra isə ikinci meyozdan 4 hüceyrə yaranacaq və yanlış olduğunu vurğuladığına görə biz bunu doğru kimi götürürük. Xromosom yığımı meyoz ikinci bölünmə mərhələsindən əvvəl 2 qat azalır. Xromosom yığımı 2N4C idi və meyozda N2C ilə. Doğrudan da xromosom yığımı 2 dəfə azalır. Doğru fikirdir, amma biz səhv fikirlər axtarırıq. Hər bir hüceyrə 2 xromatidli olur. Meyoz ikinci bölünmədə əvvəl N2C-dir.
Və burada doğru fikir olduğu halda 2 xromatitlidir. Yanlışın altından xətt çəkdiyinə görə biz bunu yanlış götürürük. Xromosom yığımı 2 qat artır fikri isə yanlışdır və doğru fikir kimi, yanlışı yanlış kimi göstərirsə doğrudur. Səhvləri seçməliyəmsə 1 və 4 bəndlərini seçmiş oldum. Məsələyə baxaq. Ağacın ümumi yarpaq sahəsi 30 kvadrat metrdir. Gün ərzində bu yarpaqların üzərinə 12 saat işıq düşür. Sutkada neçə qram qlikoza sintez olunur. Və yarpaqların 1/3 hissəsi kölgədədir. Onların məhsuldarlığı 50%-dir. 30 kvadrat metr mənim yarpağım var. Bunun 1/3-i kölgədədir. Yəni 10 kvadrat metrim kölgədədir. 20 kvadrat metr yarpaqlarım isə 12 saat günəş enerjisi alır. Ona görə 12 saata da vururam. Deməli, bunlar 240 qram üzvü maddə əmələ gətirir. 10 kvadrat metrdə olan yarpaqlarım isə 50% məhsuldarlığa malikdir. Yəni, mən bunu 12-yə vururam. Əslində olmalı idi 120, lakin 50% elə 2də 1 deməkdir. Məhsuldarlığı 60. Ümumi məhsuldarlıq istəyir və sintez olunan üzvü maddənin qramını istəyir. 240 qram burada və 1/3-i də 50% məhsuldarlıq verdiyinə görə 60 gəlirəm. Beləliklə 300 qram üzvü maddə yaranmış oldu. B bəndində 300 qram üzvü maddə fikri göstərilmişdir. 9-cu suala keçirik. Yanlış mülahizəni müəyyən edin. Nüvə pərdəsi kim membranlıdır? Nüvə şirəsi yarım maye mühitdir. Doğru fikirlərdir bunlar. Nüvəciyin membran quruluşu yoxdur. Doğru fikirdir. Hüceyrənin həyat siklində nüvə şirəsi heç vaxt stoplazmaya qarışmır. Səhv fikirdir. Çünki hüceyrə bölündüyü zaman nüvə qılafı əriyir və nüvənin yarım maye mühiti stoplazmaya qarışmış olur. Yanlış bənd olaraq D bəndini götürə bilərəm. Sxemdə hansı rəqəmlə qeyd olunmuş hüceyrədə konjugasiya baş verir? Konjugasiyanın getməsi üçün çoxalma mərhələsində mitoz bölünmədir. Böyümə mərhələsində heç bir bölünmə getmir. Burada isə meyoz bölünmədir. Baxın, bu hissədə meyoz 1-dir. 4 ilə 5 arasında isə meyoz 2-dir. İndi məndən konjugasiyanın getdiyi sahəni istəyirsə, meyoz 1-in profazasındadır. Ona görə elə mən 4-ü götürürəm ki, meyoz 1 o ərazidə baş verir və cavab A bəndi. Sonraki mərhələyə keçirik. 11-ci sualda bizə deyir ki, DNT molekulunda 2 qat hidrogen rabitələrin sayı n-dirsə, adenin və timin azot əsaslarının sayları cəmini hesablayın. Biz də bilirik ki, 2 qat hidrogen rabitələrin sayı adeninin sayına, yaxud timinin sayına bərabərdir. Əgər mən adeninin sayını n-lə işarələyirəmsə, timin və adenin azot əsaslarının cəmini n üstə gələk n, yəni 2n-lə işarələmiş oldum. Doğru fikirləri seçin deyir 12-ci sualda. Mühitdə karbon qazı artdıqca fotosintezin sürəti həmişə artır. Doğru fikirdir, lakin müəyyən həddə qədər. Həmişə arta getmir. Karbon qazını artırdıqca müəyyən həddə qədər fotosintezin sürəti gedir, ondan sonra fotosintezin sürəti artmır. Həmişə artır demək doğru deyil. Temperatur 25-35 dərəcəyə çatana qədər fotosintez sürətlənir. 40 dərəcədən yuxarı olsaydı mən bu fikri götürməzdim. Amma 25 ilə 35 arasındakı o 10 dərəcə intervalında həqiqətən də fotosintezin sürəti artır. Yaşıl bitkilərdə fotosintez yaşıl işıqda ən sürətlə gedir, doğru deyil. Görünən işıq şüalarının qırmızı və göy spektrlarında fotosintez daha sürətli gedir. İşığın şiddəti artdıqca fotosintezin sürəti artır, bir qədər sonra isə sürət sabitləşir. Doğru fikirdir. 2 və 4 olaraq mən B bəndini götürə bilərəm. Növbəti suala keçək. X və Y-in yerinə nə yazılmalıdır? Baxaq, X maddəsinin üstünə su gələndə H3PO4, yəni ortofosfat turşusundan Y əmələ gəlib. Bu reaksiya bizə nəyi xatırladır? ATF-in hidrolizə uğramasını xatırladır. ATF-in üstünə su gələrdi, nə əmələ gələrdi? Ortofosfat turşusu və ADF əmələ gələrdi. Demək, X-in yerinə ATF yazım, Y-in də yerinə ADF. Orqanizmin embrional inkişafı zamanı
Endoderma qatının formalaşdığı mərhələ. Orqanizm əvvəlcə ektoderma formalaşır. Endoderma formalaşıbsa, orqanizm artıq 2 qatdan ibarətdir. 2 qatlı mərhələ isə qastrula mərhələsinə uyğun gəlir. 14-cü suala D bəndi. Aşağıdakı çox hüceyrəli canlıya aid hüceyrədə 2 dənə orqanoid yazılıb. Hamar endoplazmatik şəbəkə və xloroplast. Bu canlıda həm hamar endoplazmatik şəbəkə var, həm də xloroplast. Bu hüceyrədə hansı ola bilməz? Bu, xloroplast sözündən yola çıxaraq biz bilirik ki, bu bitkidir. Deməli, demək istəyir ki, bitki hüceyrəsində hansı ola bilməz? Əlbəttə, hüceyrə mərkəzi ali bitkilərdə olmaz. Hardan bildim ki, ali bitkidir? Xloroplast sözündən bildim ki, bitki ali bitkidir. Xromatofor yazılsaydı, ibtidai bitkidir, ola bilsin ki, hüceyrə mərkəzinə orada rast gəlinərdi. Qeyri-cinsi çoxalma deyildir. Yadımıza salırıq, qeyri-cinsi çoxalma bir valideyn fərdin iştirakı ilə gedirdi və ananın əlamətləri saxlanılırdı və qeyri-cinsi çoxalmada ən çox bitkilərə tətbiq olunur, yeni fərdlər əmələ gəlirdi. Qarağatın çiliyindən yeni bitki inkişaf edir. Bəli, Planarinin bədəninin qopmuş hissəsindən bu fragmentasiyaydı, tam yeni bir orqanizm inkişaf edir. Hidra tumurcuqlama yolu ilə inkişaf edir. Kərtənkələnin qopmuş quyruğunun yenidən əmələ gəlməsi isə bu qeyri-cinsi çoxalma yox, regenerasiyadır. Evglena hüceyrələrinin uzununa bölünməsi 2-yə, bu da sadə bölünmədir. Baxın, hər bir cavabda yeni bir orqanizm əmələ gəldi. Amma kərtənkələnin qopmuş quyruğundan yeni bir orqanizm əmələ gəlmədi ki, deməli, bu qeyri-cinsi çoxalma forması deyil. Mitoz bölünmə zamanı metafazada 24 xromosom müşahidə olunur. Metafazada 2N 4C'dir və deyir ki, yəni bunun 2N'i 24'dür. Anafazada bu hüceyrənin bir qütbünə çəkilən xromatitlərin sayı neçə olar? Anafazada 4N 4C'dir və biz də bilirik ki, 4N'i bunun 48 olacaq, düzdürmü? Amma hüceyrənin bir qütbünə çəkilən istəyirsə, 48-in 24'ü bir qütbə çəkiləcək, 24'ü də bir qütbə. Deməli, bir qütbünə sözünə əsasən 24 cavabını götürmüş olaram. 18. Nöqtələrin yerinə uyğun gələn sözlərin düzgün ardıcıllığını müəyyən edin. Bəzi duzlar, baxaq cavablara. Nə suda həll ola bilər burada? Monosaxaritlər əlbəttə. Deməli, bura mən 4 yazacağım. Bəzi duzlar və monosaxaritlər suda yaxşı həll olur. Lipidlər və polisaxaritlər yazın burada. Lipidlər və polisaxaritlər suda pis həll olur. Suda yaxşı həll olan maddələrə hidrofil deyim. Suda həll olmayanlara isə hidrofob deyim. Sıralama necə oldu? 4, 1, 2, 3. C bəndi doğrudur. Uyğunsuzluğu müəyyən edildir. Epitel toxumanın şişləri xoş xassəli şişidir, adenoma kista, doğrudur. Birləşdirici toxumada doğrudur, fibroma, lipoma. Əzələdə də xoş xassəli şiş miyoma, bəd xassəli miosarkoma, doğrudur. Uyğunsuzluq axtardığıma görə epitel toxumanın şişləri karsinoma, doğrudur, bəd xassəlidir və papiloma. Ümumiyyətlə, epitel toxumanın papiloma, adenoma, kista xoş xassəli, karsinoma, bəd xassəli şişləridir. Y bəndi qaldı. Sarkoma, neyrosarkoma. Sarkoma sinir toxumasının şişi deyil, neyrosarkoma isə bəli. Ona görə Y bəndini bir qədər sarkoma sözünə görə uyğunsuzluq var. Baxırıq sonra. Deməli, 20-ci sualda spor vasitəsilə çoxalma, tumurcuqlama vasitəsilə çoxalmanı müqayisə edirik və uyğunlaşdıracağıq. Bağırsaq boşluqlarda baş verə bilər. Nə? Bağırsaq boşluqlarda A bəndini bura yazıram. Tumurcuqlama baş verər. Bir hüceyrəli və çox hüceyrəli yosunlarda rast gəlinər. B bəndini bura yazıram. Süngərlərdə rast gəlinir. C bəndini aid edirəm bura. Qeyri-cinsi çoxalma formasıdır. Hər ikisi. D bəndini bu hissəyə aid eləyək. Göbələklər aləminin nümayəndələrində müşahidə olunur. Göbələklər aləminin nümayəndələrində isə həm sporla, maya göbələyində isə tumurcuqlama yolu ilə biz müşahidə eləyə bilərik çoxalmanı. Deməli, 1-ə B olsun, 2-yə D və Y, 3-ə AC olsun, D bəndində doğru verilib. 21-ci suala baxırıq. Canlıların quruluş səviyyəsinin düzgün ardıcıllığını müəyyən edin.
Quruluş səviyyəsində verilənlər içərisində ən aşağı səviyyə molekulyar səviyyə, ən kiçik səviyyə. Balacadan böyüyə doğru düzürük. Sonra molekulyar səviyyədən sonra əlbəttə ki, hüceyrə səviyyəsi seçərəm. Hüceyrə səviyyəsi, hüceyrələr birləşər nə əmələ gətirər? Toxmaları, G bəndini seçərəm. Toxmalar birləşər, orqan əmələ gətirər, C bəndini. Uzatmağa gərək yoxdur. B, A, G, C ardıcıllığı mənə harda verilib? Baxın, B, A, G, F verilib burada. Baxın, B bəndində B, A, G, C. Davamına da baxaq. Populyasiya F bəndində, sonra D, biosenoz, sonra isə biosfer. Bəli, ardıcıllığımız düzgün gəlir. F, D və Y bəndləri. Hansı mülahizə həm ribosom, həm xromosom, həm viruslara aiddir? Həm ribosoma aid olsun, həm xromosoma, həm də viruslara aid olsun. Ribosomda DNT və zülal sözünü aid eləyə bilmərəm. Zülal sintez olunur. Viruslarda zülal sintez olunmur. Tərkibində polinukleotit var. Bunu hər üçünə aid eləyə bilərəm. Xromosomda DNT var. Ribosomda RNT var. Və viruslarda isə DNT yaxud RNT ola bilər. İrsi məlumatları saxlayır, nəslə ötürür. Bunu mən demək xromosomlar haqqında deyə bilərəm. Tərkibində makroergik rabitə var. Yəni 22-də C bəndi hamısına uyğun gəlir. Verilən canlıların hansının mayalanmış yumurta hüceyrəsi tam bölünsə də, yaranan blastomerləri müxtəlif ölçüdə. Bunu qurbağalar haqqında deyirdik. Deyirdik ki, tam bölünməyə məruz qalsa da, ona görə qurbağaları seçirəm. 1-ci və 6-cı bəndlər qurbağalardır. Baxın, neştərçə, məməli, quşlar və sürünənləri seçmirəm. Bu fikri konkret qurbağalara aid eləyirəm 1 və 6. Həm RNT, həm də DNT-də olur. Elə bir şey seçməliyəm ki, həm RNT-də, həm DNT-də olsun. 4 növ nukleotit hər ikisində var. Orta fosfat turşusu da hər ikisində var. Sitozin də hər ikisində var. 5 növ azot əsası bu sözü işlədə bilməzsiniz. Adenin nukleotidi işlədə bilərik. Timin DNT üçün desək də, RNT üçün deyə bilmirik. Urasil də deyə bilmirik. Birində var, birində yox. Gəlin baxaq. Urasil birində var, birində yox. Və pentoza sözü. Pentoza 5 atomlu karbohidratdır. Həm RNT-də deməli riboza var, həm də DNT-də dezoksiriboza var. Hər ikisi 5 atomluya aiddir. Deməli, mən 1, 3, 5, deməli, hətta 2-ni də yazaq. 2, 1, 2, 3, 5 və 7 bəndlərini seçmiş oldum. Növbəti suala keçək. Qrafikdə hüceyrədə zülal molekulunun sintezi prosesində maddələrin miqdarının zamandan asılılığı verilib. X-in yerinə yazıla bilər. Və biz də görürük ki, qrafik artan qrafikdir. Zülal sintezi deyir. Zülal sintezi zamanı hüceyrədə sərbəst amin turşuların miqdarı artarmı? Xeyr. İştirak edən fermentlərin miqdarı da heç vaxt artmır, sabit qalır, onların miqdarı dəyişmir. Əmələ gələn peptid rabitələr, bəli, zülal sintezi olunursa, peptid rabitələrin sayı artacaq. Nə qədər çox zülal sintezi olunarsa, o qədər də çox su əmələ gələr. Qrafika uyğun istəyirsə, 3 və 4 bəndlərini götürməliyəm. Eyler-Venn diaqramında X-in yerinə hansını yaza bilərik? Bu, RNT tərkibli virusdur. Bu isə bir bakteriyadır, qamçılı bakteriya. RNT tərkibli virus olsa da hepatit virusudur burada. Lipidlərə malikdir. Lipidlərə malikdir sözünü demək RNT tərkibli virus üçün söyləyə bilərik. Lipidlərə malikdir, bəli, bakteriyanın da hüceyrəsində müəyyən qədər lipidlər ola bilər. Hüceyrəsiz həyat formasıdır, virus üçün söyləyə bilərsiniz. Polinukleotidə malikdir. Virusun tərkibində hal-hazırda hepatit virusu göstərilib, RNT var. Bakteriyada isə həm DNT, həm RNT. Hüceyrə daxili parazitdir fikrini virus üçün söyləyə bilərsiniz. Qlaf və stoplazmaya malikdir. Hüceyrəvi quruluşu olmayan virus üçün bu fikri söyləmək olmaz. Zülal sintez edə bilmir. Bakteriya zülal sintez edə bilir. Qamçıya malikdir. Qamçıya malikdir. Bakteriya haqqında söyləsək də virus haqqında söyləyə bilmirik. Zülallara malikdir fikrini isə hər ikisi. Axı viruslarda kapsid var, zülal örtük var. Ona görə 1, 3 və 8 bəndlərini götürə bilərik.
Beləliklə, karbohidrat olsun, monosaxarid olsun. Monosaxaridə nə götürə bilərəm? Selüloza, glikoza, B bəndini götürürəm glikozanı. Bir də D bəndini götürürəm dezoksiribozanı. Disaxarid olsun. Disaxarid sözü verilib. Bura C bəndi əlavə edirsiniz. Laktoza disaxariddir. M-də isə polisaxarid olsun. Polisaxariddə isə nə götürə bilərik? Glikogen və selüloza. A və Y bəndlərini götürdük. 1-ə aid elədik B ilə D, 2-yə C-ni, 3-ə isə A və Y bəndlərini aid elədik. Beləliklə, gəldik biz situasiya məsələlərinə. Tədqiqatçı 2N bərabər 38 xromosomlu canlının hüceyrəsinin siklini göstərir və sikldən də görürük ki, mitoz bölünmədir. Baxın, mitozu özü yazıb. Və deyir ki, bu hüceyrədə müvafiq olaraq G1, S və G2 mərhələlərində neçə xromatid olduğunu yazın. G1, S və G2 mərhələlərində interfazanın mərhələləridir. Gəlin baxaq. G1 mərhələsində 2N, 2C-dir. Və S mərhələsində biz bilirik ki, DNT ikiləşir. 2N, 4C-dir. G2 mərhələsində isə yenə 2N, 4C olaraq qeyd edirik. Bizdən xromatid soruşduğuna görə bu hissəyə 38, bu hissəyə 4C olduğuna görə 76 və 76 olaraq qeyd edirik. Bu hüceyrənin həyat siklində nə zaman xromosom sayı xromatid sayına bərabər olacaq? Hansı mərhələlərdə özdə mitoz keçirir? Hansı mərhələdə xromosom sayı xromatid sayına bərabər olacaq? Baxın, interfazanın G1 mərhələsini götürə bilərikmi? G1 mərhələsini götürə bilərik, çünki 2N, 2C-dir. Eyni zamanda, gəlin baxaq, mitoza baxaq, qalanlarını götürə bilmirəm. 2N, 4C-dir çünki. Sonra gələk mitozun fazalarına. Profazada 2N, 4C. Metafazada da 2N, 4C. Anafazada, bəli. Anafazada 4N, 4C olduğuna görə götürə bilərsiniz. Telefazada isə 2N, 2C olduğuna görə götürə bilərik. Beləliklə, G1 mərhələsi, interfazanın mərhələsi, anafaza və telefaza mərhələsini götürə bilərik. Bu canlıda toxumluğun yetişmə zonasına bir ilkin cinsiyyət hüceyrəsi daxil olub. Əmələ gələn qametlərdə xromosom və DNT zəncirlərinin sayını hesablayın həlli ilə. Bir hüceyrə toxumluğa daxil olubsa 4 qametimiz yaranacaq. Və qametlərin xromosom sayı deməli NC-dir. Yəni bunun da 2N-i bərabərdir 38 idi. 2N-i bərabərdir 38-dirsə, deməli bunun N-i 19-dur. Və 4 dənə mənim belə qametim var. Xromosom sayını hesablayım. 4 vuraq 19-la mən xromosom sayını hesablamış olaram. Gəlin baxaq görək. 4 vuraq 19-umuz bizə neçəni verəcək? 4 vuraq 19 bizim üçün 76 rəqəmini verdi. Mən xromosom sayını hesabladım. 4 qametdəki xromosom sayını. DNT zəncirlərini istəyirsə, demək, DNT zəncirləri dediyinə görə, demək, NC olmağına baxmayaraq, bu DNT molekulları. Zəncir deyəndə 1,76-nı da təzdən 2-yə vurmalıyam. Çünki hər DNT molekulu 2 zəncirdən ibarətdir. Və 76-nı da 2-yə vuraq, 152 də mənim DNT zəncirlərimdir. Və bunların sayını hesablayın. Xromosom sayı 76, DNT zəncirlərinin sayı isə 152-yə bərabərdir. Beləliklə biz Güvənin 12 oktyabr 2025-ci ildə təşkil elədiyi blok imtahanının sualları ilə tanış olduq. Diqqətiniz üçün, vaxt ayırdığınız üçün təşəkkür edirəm.